Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması intensiv xarakter alıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mart ayından etibarən Ermənistan ordusu ardıcıl şəkildə Basarkeçər, Keşişkənd, Qarakilsə və Çəmbərəng rayonları istiqamətində yerləşən mövqelərimizi atıcı silahlardan atəşə tutur. Ermənistan rəhbərliyi beynəlxalq aləmdə sülhdən danışır, amma real addımları bunun əksini sübut edir. Sülhə hazıram deyən bir ölkənin ordusu hər gün Azərbaycan mövqelərini atəşə tutursa, bu artıq sülh yox, riyakarlıqdır. Görünən odur ki, Ermənistan daxili auditoriyaya mesaj verməyə, sərhəddə süni gərginlik yaratmaqla sülh prosesini pozmağa çalışır. Ancaq Azərbaycan ordusu ayıqdır və düşmənin istənilən təxribatına cavab verməyə tam hazırdır. Azərbaycan dövləti bölgədə sabitlik və sülh istəyir. Amma bu sülh bir tərəfli ola bilməz. Ermənistan anlamalıdır ki, sülh istəyirsə təxribatlara son qoymalı, real addımlar atmalıdır. Ermənistan tərəfi son vaxtlar beynəlxalq platformalarda sülhə hazır olduğunu bəyan etsə də, real vəziyyət cəbhə xəttində tam əksini göstərir. Son bir neçə gün ərzində intensiv şəkildə Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması Ermənistanın sülh çağırışlarının nə qədər riyakar olduğunu ortaya qoyur. Siyasilər hesab edir ki, bu gərginliklərin bir neçə mümkün səbəbi ola bilər ki, onlardan biri Ermənistandakı daxili siyasi oyunlardır. Yəni Ermənistan rəhbərliyi daxildəki revanşist qüvvələri sakitləşdirmək üçün sərhəddə gərginlik yarada bilər. Xüsusən də Paşinyanın sülh çağırışlarını qəbul etməyən qüvvələr üçün belə addımlar bir mesaj xarakteri daşıya bilər. Digər bir səbəb kimi isə regiondakı geosiyasi proseslər göstərilir. Son dövrlər Qərbin və Rusiyanın Cənubi Qafqazda artan marağı fonunda Ermənistan mövqelərini sərtləşdirib. Xüsusilə sülh prosesində vasitəçilik iddiasında olan qüvvələr üçün sürü gərginlik yaratmaq taktiki gediş ola bilər. Ən güclü səbəb kimi isə Ermənistanın sülh gündəliyindən yayınması göstərilir. Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycanın sülh prosesini irəli aparmaq təşəbbüslərinə mane olmağa çalışır. Eyni zamanda Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası məsələlərini uzatmaq məqsədi güdür. Azərbaycan isə açıq şəkildə mövqeyini ortaya qoyur. Bölgədə sülh və sabitlik istəyir. Amma əgər təxribatlar davam edərsə, Azərbaycan ordusu buna cavab verməyə tam hazırdır. O zaman atəşkəsin pozulması Ermənistanın hansı maraqlarına cavab verir? Ermənistan niyə bu cür təxribatlara əl ataraq bu proseslərdə fərqli bir mövqe tutmağa çalışır? Ümid Partiyasının sədr müavini Tamila Qulami mövzu ilə bağlı fikirlərini bölüşüb. Bilirsiniz ki, ötən həftədə 12-ci qlobal forum ölkəmizdə keçirildi və orada da ölkə başçısı kifayət qədər dünya düzeninin yenidən şəkilləndirilməsi istiqamətində mövzulardan danışdı. Hətta orada belə bizim efirimizin başlığına uyğun olaraq, mövzusuna uyğun olaraq Ermənistan rəhbərliyinə hələ atəşkəs pozulmamışdı. Ermənistan rəhbərliyinə o qədər də güvənmək olmaz mesajını vermişdi. Çünki biz zaman-zaman Ermənistan rəhbərliyinin bir söz deyib, sabahsı gün fərqli bir ifadə səsləndirdiyinin bəyanatlarını görmüşük. 180 dərəcə çevriliş görmüşük biz onların arasında, çıxışların arasında. Ona görə də, amma bir məsələ var. Ermənistan baş naziri Nikol Paşinyan açıq şəkildə atəşkəs pozulanda qeyd edib ki, Azərbaycan və Ermənistan gəlin birgə bu məsələni araşdıraq. Gəlin araşdıraq, baxaq, kim pozur? Çünki bu istiqamətdə deyir ki, mən orduya belə bir əmr verməmişəm. Və zaman-zaman belə bir mesaj, siqnal ötürməyə çalışıb ki, biz bunu çox gözəl bilirik ki, illərlə 2018-ci ilə qədər, hətta Vətən müharibəsinə qədər Ermənistanın ordusunun içində daha çox Rusiyanın kontingenti, Rusiyanı dəstəkləyən hərbi kontingent var ki, elə onların dərslərini keçmiş bir kontingent idi, hərbi kontingent və bunu dəfələrlə Paşinyan sətiraltı da olsa çatdırmağa çalışıb. Bu indi bilirsiniz necədir? Ermənilər o qədər güvənsiz bir qonşulardır ki, onlara sərf eləyən məqamda kifayət qədər fikirlər səsləndirə bilirlər. Yəni özlərini sülh təminatçısı kimi göstərmək üçün, özlərini sülh göyərçini kimi göstərmək üçün dünya ölkələrində hər zaman ancaq və ancaq sülhdən danışırlar.